Trigonometrik nisbətlər, koordinat üsulu fiqurların çevrilməsi, yəni bu bölməyə. İndi isə keçirik düzbucaqlı, üçbucaq və trigonometrik nisbətlər mövzusuna. Məsələn, trigonometrik nisbətlər nə deməkdir? Tutaq ki, məsələn, ABC üçbucağında BC-nin AC-yə nisbəti nə verirsə, indi rəqəmlər olaraq, AB-nin AC-yə nisbəti nə verirsə, nə bilim, ED-nin AD-yə nisbəti və s. Bu nisbətlər onsuz da bilirdi. Nisbətlər, belə deyək, bu üçbucaqlarda adətən bucaqlarla da götürmək olur, tərəflərlə də götürmək olur. Bəzən bucaqların da nisbəti olur, tərəflərin də nisbəti olur. Gəlin trigonometriyə görə nə deməkdir? Trigonometriya qədim Yunan sözüdür. Trigonum üçbucaq deməkdir. Trigonum üçbucaq deməkdir. Metron ölçmə deməkdir. Ölçmə deməkdir. İndi düzbucaqlı üçbucaqda iki tərəfin nisbəti trigonometrik nisbətlər adlanır. Və bu nisbətlərin hər birinin xüsusi adı və qısa yazılışı mövcuddur. Məsələn, sinusa qısa olaraq deyəcək sin. Kosinusa qısa olaraq deyəcək kos. Tangensə qısa olaraq deyəcək tan. Yəni tan görən kimi biz biləcəyik ki, bu tangensdir. Kos görən kimi biləcəyik ki, kosinusdur. Nə bilim, sin görən kimi biləcəyik ki, sinusdur. Aydındır. Bir dəqiqə uşaq. Əlimdən dayandır, amma bitim. Deməli, hər birini deyərkən onların qısaltması ilə deyirik. Deyir ki, hər birinin xüsusi adı və qısa yazılışı mövcuddur. Bunları bildik. Məsələn, gəlin trigonometrik nisbətlər nədir? Onlara baxaq. Trigonometrik nisbətlər nədir? Onlara baxaq. Məsələn, deyir ki, iki bucağın sinusu bu bucağın qarşısındakı katetin hipotenuzun nisbətinə deyilir. Yəni, sinus A özü də bucağa. Sinus bucaq A bərabərdir. Qarşı katet bölünsün hipotenuza. Bu qaydaları dəftərinizdə olsun. Qarşı katet bölünsün hipotenuza. İndi kosinus A nə deməkdir? Kosinus A, bucaq A bərabərdir. Bitişik katetin hipotenuza nisbəti. Yəni bu deməkdir, iki bucağın kosinusu bu bucağa bitişik katetin hipotenuza nisbətinə deyilir. Bəs yaxşı, tangens bucaq A nə deməkdir? Tangens A bu deməkdir, qarşı katetin bitişik katetə nisbəti. Qarşı katetin bitişik katetə nisbəti. Yəni sinus A qarşı katetin hipotenuza nisbəti, kosinus A bitişik katetin hipotenuza nisbəti, tangens A qarşı katetin bitişik katetə nisbəti. Elə bil ki, bunun burası gəlib bunun sürətinə, bunun burası gəlib bunun məxrəcinə. Elə yadımızda saxlayaq. İndi bunları rəqəmlə necə yazaq? Bura kimi aydınsa keçim növbəti hissəsinə. Aydındır? Tamam. İndi gəlin üçbucağın üzərindən deyək. Üçbucaq üzərindən necə götürək? Tutaq ki, belə yazıram. B, C, A.
A-nı tapıram. Burada yazıram. C, B, A. A-nı tapıram. Burada da bir dənə yazıram. B, C, A. A-nı tapıram. İndi burada sinus A bucaq A bərabərdir. Nə demişdi sinus A-da? Qarşı katetin hipotenuza nisbəti. Qarşı katet hansıdır? BC-nin AB-yə nisbəti. Aydındırmı? Kosinus A-da nədir? Kosinus bucaq A-da nədir? Bitişik katetin demişdi. Hipotenuza nisbəti. Bitişik katet hansıdır? AC-nin A-ya bitişik bucaq AC-dir. AC-nin AB-yə nisbəti. Aydındırmı? Tangens bucaq A-da nə demişdi? Tangens bucaq A-da qarşı katetin bitişik katetin nisbəti. Yəni BC-nin AC-yə nisbəti. Aydındır. Siz bu üç düsturu öyrənməklə sizə tapşırıq verəcək, yəni o tapşırıqları yazın. Əsasən bu düsturları bilməklə. İndi ola bilər orada hərf başqa olsun, rəqəm başqa olsun. Yəni siz hərfləri əzbərləməyin. Orada ən çox bitişik katet, qarşı katet, yəni bunlarla əzbərləməyə çalışın. Aydındır. Belə, sualı olan yoxdursa, bugünkü mövzumuz budur. Hələ ki, bugün trigonometri ilə qısa tanışlıq, mövzumuzla qısa tanışlıq etdik.